Ətrafı tam villalarla əhatə olunmuş, küçəsi 12 metr olan, bax küçəni də birdən zəhmət olmasa göstər. Dəyərli izləyicilər, sizə çox gözəl bir həyət evini təklif edirəm. Xahiş edirəm videomuzu sona qədər izləyəsiniz. Gördüyünüz kimi evimizin bütün kommunalları qaydasında, qazı, işığı, suyu, kanalizasiyası mərkəzidir. 3 sotda bax bu gözəl evi sizə təklif edirəm. Gördüyünüz kimi evimizin xarici görünüşü təbii ağla ilə üzlənilibdir. Ətrafı tam yaşayışlı ərazidə, marşrutun cəmi 150 metr məsafəsində. Gördüyünüz kimi həyətyanı sahəsidir. Bax orada dekorativ güllər üçün yer nəzərdə tutulub, həyətinin işıqlanması, qazı, suyu, işığı, bütün kommunallar qaydasında. Zəhmət olmasa gəl bura. Bax buradan da evimizin arxa hissəsinə keçmək üçün buradan məsafən saxlanılıb 60 sm və fasadı ağlay. Evin arxasında da dəyərli izləyicilərimiz özünə məxsus bağ üçün yeri var. Zəhmət olmasa gəlin də evin daxilini də göstərək. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, döşəmə isti poldu, həqiqətən göz oxşuyur, təmiri əladır. Xarici görünüşü evin özündən gözəl, daxili də xarici görünüşündən gözəl. Bax gördüyünüz kimi ikinci mərtəbəyə qalxan pləkanımızdır. Pləkanımız betonla yığılıb üzlənmə ağac materialıdır. Burada kollektor sistemidir. Ev bütöv deməli isti poldur, keramaqrantla düzənlibdir və köməkçi olaraq, əlavə olaraq kombi xətti də çəkilib. Əgər dəyərli izləyicilərimizin Allah inşallah hər kimə qismət olur, Allah xeyrin versin. Əgər istəsəz isti poldan da istifadə edə bilərsiniz və kombidən də istifadə edə bilərsiniz. Bax bizim qonaq otağımızdır. Gördüyünüz kimi maşallah qonaq otağımızın ölçüsü kifayət qədər genişdir. Həqiqətən də təmiri göz oxşuyur. Və burada deməli, birinci mərtəbəmizin hamam otağıdır. Zəhmət olmasa hamam otağını da göstər. Gördüyünüz kimi keramaqrantla düzənlib, tavan hissəsində göstər. Dəyərli izləyicilər, həqiqətən tərifə layiq, çox gözəl, mükəmməl bir evdir. Birinci mərtəbəmizdə burada mətbəximizdir. Mətbəxin də döşəməsi isti polla yığılıb. Gördüyünüz kimi həqiqətən geniş, işıqlı, gözəl bir mətbəxi var və evimizin arxasına keçid üçün buradan da mətbəxdən çıxış var və bağ üçün burada yeri var. İstəsəz orada besetka da düzəldə bilərsiniz, manqalını da yığdıra bilərsiniz, çayınızı süzüb burada dincələ bilərsiniz. Həqiqətən çox gözəl bir evdir. Tərifə layiq, gözəl, keyfiyyətlə tikilmiş həyət evi. Kürsüdən sonra monolit beton, mərtəbə arası monolit beton, yerləşmə ünvanımız Masazır qəsəbəsi, Masazırda Yeni Bakı yaşayış kompleksinin arxasında yerləşir və gördüyünüz kimi burada birinci mərtəbəyə məxsus yataq otağımızdır. Qiymətimiz 178 min manatdır. Dəyərli izləyicilər, real alıcımıza qiymətdə də xüsusi endirim olacaq. Yenə də qiymətini təkrarən deyirəm, evin qiyməti 178 min manatdır. Real alıcı olsa, inşallah qiymətdə xüsusi endirim olacaq və mərtəbə arası monolit betonlu bir dənə monoliti göstər. Gördüyünüz kimi dəyərli izləyicilər, hər bir evdə belə monolit olmur. Gördüyünüz kimi 35 santiyə yaxın hündürlüyündə monolit betonu var. Tam keyfiyyətlə tikilib ev və burada deməli balkona çıxış qapıdır. Baxın belə bir gözəl balkona çıxış qapısı var. Həqiqətən dəhlizi genişdir. Zəhmət olmasa burada yataq otağımızı göstər. İkinci mərtəbəmizdə yerləşən hamam otağımızdır. Buranı da göstər. Gördüyünüz kimi döşəmə, isti pol, keramaqrantla düzəlmiş gözəl hamam otağımız və burada növbəti bir yataq otağımızdır. Buranı da göstər zəhmət olmasa. Burada isə yenə bir növbəti yataq otağımız, zəhmət olmasa buranı da göstər. Və nəhayət, burada da sonuncu, dördüncü yataq otağımız dəyərli izləyicilər. Qiymət 178 min manat, yerləşmə ünvanı Masazır qəsəbəsi, Masazırda Yeni Bakı yaşayış kompleksinin arxasında. İzlədiyiniz üçün təşəkkür edirik.